Sözümüz kim kabul edeyim? Kim kabul edeyim? Selloza. Selloza, fruktoza. Multifiber. Selloza. Multifiber kutunun üstündeki yazıdır. Əvvəllər selloza idi, 2 qat selloza. İndi böyrünə başqa bitkilərlə əlavə olduğuna görə multifiber, multi çox deməkdir, fiber lif deməkdir. Çoxlu liflər tərcüməsi belədir. Bəli, birbaşa bitki mənşəlidir. İndi biz araşdıracağıq hansı işləri görülür, bu hansı işləri görür bədəndə, nə üçün lazımdır bugünkü gün. Ümumiyyətlə qida lifi bizə gündəlik vacibdirmi, yoxsa yox? Vacibdir. Miqdarın kim bilir? Gündəlik nə üçün lazımdır və hansı miqdarda? Hər bir lazım olan bir şeyin miqdarı da var. Məsələn, sinkin gündəlik miqdarı 15-20 mg. Kalsiumun gündəlik miqdarı 1000 mg. Bu liflərin də gündəlik miqdarı var. Haradasa, belə deyək də, 8, 10, 15 qrama yaxın. Haradasa gündəlik onun tələbatıdır. Orqanizmə daxil olmalıdır. Lif, qida lifi ən çox harada olur? Lif bilirsiniz də nədir? Lif nədir? Lifin quruluşu var da. Əzələ lifi də var. Əzələ lifi elə ətin üzərində görünür. Qaynamış ət var, ayırırsan onu, lifləri görürsən orada. O əzələ lifidir. Bir də var bitki lifi. Əzələ lifi həzm olur. Bitki lifi həzm olunmur. Bağırsa onu həzm edə bilmir. Yaxşı, nə üçün lazımdır? Təmizləyir. Nə cür təmizləyir, nə iş görür? Lif nə iş görür? Konkret. Təmizləmək, başa düşdümək, təmizləyir. Necə təmizləyir, hansı işi görür? Faydalı Yediğimiz bakteri. gıdaları Faydalı bakteri. orqanizmin azaltır. Faydalı bakteriya. Nə formada, necə? Bu neynir, necə çoxaldır, nətər kömək edir? Lif, yenə deyirəm, qida lifi müxtəlifdir. Bitki lifi bunların içində həzm olunmur. Bitki lifinin üzərində laktobakteriya, bifidobakteriya, başqa bakteriyalar öz nəslini qurur. Bu qədər bəsit. Yəni, bitki lifləri sırf bizə lazım olan mikroorqanizmlər üçün bir meydandır. Bunların üzərində bizə lazım olan bakteriyalar çoxalır. Bizə lazım olan bakteriyalar nə iş görürlər? Orqanizmdə hansı işi görürlər? Necə? Həzm sistemində sonra iş görür. Yediğimiz gıdaları orqanizmə xaric etmək var da, böyük tərəvəz meyvələr, deyilər, yiymək. Yaxşı, bizim bakteriyada, bizim bağırsaqda 3 formada yaşam var. Bu bizim bağırsağın mənfəzidir, deyək. Bağırsağın mənfəzi xovlardır. Bu haqda danışmışıq. Bu xovların içində proseslər gedir, xovların arasında. Həzm orada gedir. Bağırsaqda ümumən 3 növ canlı yaşayır. 3 növ. Loru izah edirəm. Bəsit. Bizə lazım olanlar, bu birinci ayrım. İkincilər, bizə lazım olmayan zərərlilər. Üçüncülər, şərti zərərlilər. Şərti zərərlilər adi vaxtda heç nə eləmir. Neytral qalır. Amma zərərlilərin miqdarı artarsa, şərti zərərlilər də qoşulur, onlara üsyan edir. Belə deyək də şıltaqdılar, amma tarazda qalırlar.
Əgər bizə lazımı olan bakteriyalar yetərincə varsa, şərti zərərliləri balansda saxlayırlar. Zərərlilər ümumiyyətlə arta bilmir. Əgər bunların sayı azalırsa, bitki lifi daxil olmursa, bunların sayı azalırsa, avtomatik zərərlilər artmağa başlayır. Zərərlilərə lif lazım deyil, pol arası da olan inkişaf edə bilir. Zərərlilər artır, şərti zərərlilər də başlayır artmağa. Məsələn, göbələk, kandida göbələyi deyirlər, şərti zərərlilərə aid. Adi vaxtı bir problem törətmir. Amma uşaq nə gəldi yeyərsə, abır-cıbır nə gəldi yeyirsə, o uşağın dilinin üstü ağ ərq olur. Baxırsan, ağ olur. Ağ həmən kandidadır. O qədər çox alır ki, ağız boşluğuna qədər gəlib çıxır. Aydındır, şərti zərərli artmaq bu deməkdir. Uşağa 3 gün, 5 gün, 10 gün multifiber verirsən, axşamlar yatmamışdan qoy 1-2 dənə soğurur, yavaş-yavaş o dilinin rəngi özünə gəlməyə başlayır. Səbəblə multifiberdə bitki lifləri gedirlər bağırsaqda, yavaş-yavaş onun üzərində normal mikroorqanizmlər başlayır inkişaf eləməyə. Birinci, lazımi mikroorqanizmlər bizdə bağırsaqda, belə deyək də, oranın əhalisinin, oranın mikroflorasının balansını saxlayır. Birinci budur, nizamlama. İkinci funksiyası bizim qidanın həzmində, bir də qidanın emalında aktiv iştirak edirlər bunlar. Məsələn, xüsusən B qrup vitaminlərin konkret bunlar istehsal edir. Bəli, B qrup vitaminlərin əmələ gəlməsi bizə lazımı olan bakteriyaların hesabınadır. Adi məsələn, qədimlərdən bir hədis gəlir və əgər suyu ayaq üstə içərsinizsə, ağlınız zəifləyər. Öyle bir dənə hədisdir. Oturursan bunu analiz edirsən, görürsən nə qədər dərin hikməti var. Oturan yerdə su içəndə mədə klapanı bağlı olur. Su düşür mədənin içində bir müddət qalır, bir 15 dəqiqə qalır orada. Mədənin turşuluğun hesabına orada lazımsız mikroblar ölür, zərərli mikroblar. Sonra klapan açılır, o keçir bağırsağa. Yəni dezinfeksiya olunmuş su keçir. Ayağı üstə içiləndə klapan açıq qalır. Yəni o su mikroblarla bir yerdə düşür bağırsağa, lazımsız mikroblarla, zərərli mikroblarla bir yerdə bunlar tələf olur. Bunlar tələf olursa B qrup vitaminləri azalır. B qrup vitaminlərdə bizim əsasən beynimizə lazımdır. Kəlməni gördünüz, ayaq üstə su içəndə adam ağlını zəifləyər. Yəni bir kəlmə görün nə boydana elmi var. Yəni bizim orqanizmimizdə bunlar İkinci gördüyü işlər vitamin, mineral mübadiləsində iştirakıdır. İmmunitetə qədər bunlardan asılıdır. Üçüncü işdə görür, onu Van Nümmey izah edirdi, müəyyən immun yaddaş yaradırlar. Yəni Van Nümmey izah edirdi ki, çox gəzən adam, çox səyahət edən adam, müxtəlif yerlərdə olur, müxtəlif yerlərdə insanlarla təmas, qida qəbul edir və müxtəlif yerlərin bioloji informasiyası yavaş-yavaş bunlar mənimsəyirlər. Hətta səyahət eləyən adamla səyahət eləməyən adamın bağırsaq mikroblarında fərq var, kəskin fərq var. Mikrobların yaşamında, mikrobların davranışında, mikrobların sayında, nisbətində kəskin fərq var. Gəzən adamda daha çox saydır və daha balanslıdır, daha immun möhkəmdir. Yəni, üçüncü gördüyü işlərdə bunlar. Bağırsaq bizim beyinlə sinxron əlaqədədir. Hətta Çinlilər bağırsağa ikinci beyin deyirlər. Çünki belə xaricən baxanda beyin şırımlarına oxşayır. Yəni, bağırsağın özünün beyinlə birbaşa əlaqəsi var. Yəni, bu mikroblara biz sayğısız yanaşa bilmərik. Təəssüf ki, bugünkü qida bu mikroblara kəskin şəkildə təcavüz edir. Məsələn, bioloji fermentasiya olunmuş qatıq, yəni evdə, ev mayası ilə hazırlanan qatıq bioloji fermentasiya olur. O bioloji fermentasiya olunmuş qatıqda bu mikroblardan var, bizə lazım olan mikroblardan. Bu bağırsağa düşür, bunların üstünə əlavə də nəsil gətirir. Aydındırmı? Amma
kimyasal fermentasiya olunmuş qatıqda mikrob yoxdur. Mikrob olmadığına görə onun üstündə bir ay sürok var, bir ay müddət var. Orada indi tərkibdə antibiotik və s. da olur və həmən qatığı biz yeyəndə mikrob yoxdur, bunun üstünə say gəlmir, əlavə olunmur. Minusu da odur ki, tərkibindəki antibiotik kimyasal maddələr bunların azalmasına gətirib çıxarır, bunların qırılmasına gətirib çıxarır. Antibiotik qəbul edirsə, xüsusən uşaq qəbul edirsə, bunlar tələf olur. Təzədən bunların bərpasına 3-4 ay vaxt lazımdır. 3-4 ay xəstələnməmək şərti ilə vaxt lazımdır ya. 3-4 ay ərzində gərək xəstəliyi keçirtməyəsən ki, bağırsaq mikroflorası bərpa olunsun. Antibiotiklərdən sonra fikir vermişsiniz, insanların rəng qrupu nə gündə olur. Rəng avazımış olur, sarı, ağıntı, halsız olur, əzgin olur, iştahsızlıq olur. Sırf bunların tələf olduğuna görə vitamin istehsalı azalır, adam əziyyət çəkir. Plus antibiotiklə yanaşı fikir verirsə göbələk əleyhinə verirlər. O göbələk əleyhinə məcburi verilir ki, bunlar ölən kimi oradakı göbələklər baş qaldırır, onları da öldürək. O da toksik maddədir. O da qaraciyərə zərər edir. Yəni kimya, bugünkü bizim yediyimiz, qəbul elədiyimiz kimya və texnika şüası bunlar üçün öldürücüdür. Aydındırmı? Bu qədər bəsit. Bunların çoxalmağını belə deyək də, ancaq biz eləyə bilərik təbii qidalanma, bioloji fermentasiya olunmuş maddələr qəbul eləməklə. Təbii, məsələn, çörək belə, drojla bişən çörək belə, burada problem yaradır. Yiyən kimi adam fərqi hiss edir. Yəni, biraz ağız tamam bilən, özünü duyan adam, aç xəmirəli çörək yiyəndə bağırsağın vəziyyətini dərhal hiss edir. Amma drojla bişən çörəkdə dərhal fərq bilinir. Yəni, bioloji, fermentasiyalı hər bir şey bunlara xeyir edir. Üstə gəldə bunların çoxalmasının bir dənə şərti var ki, qida lifi olsun, bitki lifi. İndi sual verirəm, biz nə qədər bitki lifi qəbul edə bilirik? Eləyə bilirik ümumiyyətlə. Gün ərzində biz bitki lifi bişməmiş göyərti. Bişmiş yox. Bişməmiş, uzaq başı pörtmək olar. Yəni, onu qısa müddətli, belə deyək də, bir istiyə verirsən, götürürsən, biraz soluşur. Vəssalam. Bəli, ondan o tərəfəsi yox. Biraz ki, bişdi, liflər orada keyfiyyətdən düşməyə başlayır. Yəni, kim yiyir? Yemək qaydası da nədir? 100 qram bişmiş ətə, 100 qram bişmiş nisbətində 300 qram lif lazımdır. Yəni 300 qram tərəvəz lazımdır. Vacibi budur. Ətli salat görmüşsünüz də restoranda verirlər. Salatı nə qədər olur, əti nə qədər olur? Fikir vermişsiniz. 3-ün 1-ə nisbətində hazırlanır. Onu elə belə hazırlanmırlar. 3-ün 1-ə nisbətində. 100 qram bişmiş ət falan, noxudu, nə bilim, orada nə idisə, zülalıdsa, 300 qram tərəvəzi olmalıdır ki, balans olsun. Təsəvvür edin, bütün günü biz belə qidalanmalıyıq. Bütün günü biz belə qidalanmalıyıq. 1 pay yemək, 3 pay göyərti. Səhərlərdə. Səhərlər də. Səhər indi ola bilər göyərti, məsələn, getməyər, amma meyvə gedər. Meyvənin də, məsələn, xüsusən almanın tərkibində lif var. Yumurtayla yiyir onu. Qabıqlı almalı. Bəli, qabıqsızda nə olacaq? Qabıqlı. Hətta deyim, kivi var, ha, kivi. Məsələn, biz kivinin qabığını soyuruq. Amma kivini adi ilıq su ilə yaxalayırsan, qurudursan, onun qabığının içində də bizə lazım olan bu mikroblardan var. Məsələn, çox proqramlarda fikir verilmişsə, selluloza kivi ilə gedir. 5-6 kivi, 5-6 multifiber əzdin, blenderdən keçirdin, səhərə içsən, təmizləmə. Məsələ nədir? O kivinin qabığında olan mikroorganizmlər öz yerinə avtomatik o lifin üstünə oturur. Yəni, qabıqlı vacib məsələdir. Yəni, qabıqlı daha önəmlidir. Qabıq da parafindir.
Bəli. Qabıq da bütün parafin. Gərək adam seçə baxa da, onun gözlə də görünür də, o qabığa nəsə sürtürlərsə, o da məcburi sürtürlər ki, bəli, meyvə uzaq məsafə qət eləyəndə, meyvədə qabıq mübadilə edir, buxarlanıb büzüşməsin deyə, məcburi qabığa müəyyən bir maddələr vururlar. Onların da toksikliyi çox cüzidir, yəni o dozada deyil. Amma məlum məsələdir ki, orada mikroorqanizmlərin məsələn yaşamayına problem yaradır olar, mikroorqanizm olmur orada. Gələk baxaq da biz. Baxaq məsələn olur bazara kənddən gətirirlər, indi kənddən gətirən tutaq ki, dayı ya xala onun üstünə heç nə sürtməyəcək. O düşürdəcək onu qubadan gətirib satacaq məsələn. Elənsinə yerli bir şeylər lazımdır və sezona uyğun təbii ki. O nisbət vacibdir. Açıq deyim, şəhərdə yaşayan adam o nisbəti qoruya bilmir. Qoruya bilmir. Axşam çıxır, arığın, yorğunun, heç beynində bu işdə bir olmur. Marketə də girən böyür, bazara da girən böyür. Sonra getdi evinə, səhərədən də duranda bu menü uyğun gəlməyəcək. Səhəri yedi, günortanı bitər, axşam yenə həmən şey. Yəni, riayət edə bilmirlər. Buna görə də multifiber vacib olur. Hər dozası nə qədərdir? 35 qram. 8-15. Bir adamın 10 kilosuna bir dənə tablet var. Ümumiyyətlə, normada bir adamın 10 kilogramına bir tablet var. Gündəlik. Profilaktik məqsədlə, belə deyək də, əgər biz qidada yetərincə tərəvəz yeyiriksə, o zaman biraz azaltmaq olar. Amma çıxartmaq məsləhət deyil. Çünki bizim multifiberlə tərəvəz arasında da ciddi fərq var. Bizim multifiber fərqli bir işlər görür. Yəni, bu elə belə tərəvəz deyil, üyüdüblər, presliyiblər, tablet qeyriblər. Yəni, elə düşünməyin ki, mən tərəvəz alım, yiyim, bunu əvəz edəcək. Yeri gəlmişkən, məbləğ baxımından bizim endirimli müştəri əməkdaşlar üçün bu tərəvəzdən ucuzdur. Açıq deyim. Yəni, o nisbəti, belə deyək də, yaddan çıxarıb ancaq bununla qorumaq olar sağlamlığı. Çünki maddi baxımdan da ucuz başa gəlir. Bizim özümüzkilər üçün, endirimli müştəri əməkdaşlar üçün. O baxımdan plus da fərqlidir. Bu emal olunmuşdur. Bu tərəvəz emal olunmayıb. Onun emalı, belə deyək də, o kobud liflərdir. Kobud liflə selüloz arasında fərq var. Nə fərqlər var? Məsələn, adam ishal olub. İshal nə deməkdir? İshal odur ki, bunlar ölüblər, mikroorqanizmlər ölüb, yoxdur. Bağırsaqda həzm prosesi yoxdur. İltihab olub, bağırsaq divarı ümumiyyətlə qida qəbul etməyə hazır deyil. Nə yiyirsən, elə də üzr istəyirəm, çıxır adam. Düzdürmü? Bu ishal vəziyyətində biz adama göyərtili dovğa verə bilirik. Nə baş verir? Biraz da körlanır. Göyərtili sup verə bilirik. Yox. Niyə? Qıcıq verəcək. Dərhal problem yaranır. Qabıqlı alma verə biləcək? Yox. Selüloza verə bilirik amma. İshal da dayandırır. Fərq var ha. Yəni birbaşa fərq var. Emal olunmuş selülozadır bu. O emal olunmamışdı. Qeyri-sağlam bağırsaq emal olunmamışdan iş görə bilmir. Bu 2 dəfə emal olunub. Adı niyə belədir? 2 qat selüloza. 2 dəfə emal olunub. Tam bəsit formaya gətirilib. Tam bəsit. Körpəyə də belə vermək olur. Körpə var ha, 6 aya qədər heç nə yeyə bilməz ha, kənarda. Həmən körpəyə də üydü, firmisinə, nə bilim, nəyinə, ana südünə qədər, məsələn, qatıb vermək olar. İlkin mən bir dənə sual verə bilərəm. Mən valideynimin mədəsində qastrit olub və müalicə etmişik, qazan, bir çox məhsullar yaxşıdır, mədəsində problem yoxdur. Tərvəz belə deyildi, evdə bol-bol almış, mən də gedəndə almışam qardaşımdan, amma istifadəsində ərinir. Bunu mədəsinə yəni zəm olmaz, daimi istifadə etsin. Mədə selülozanın kəskin problem yoxdursa, heç bir zərəri yox. İstifadə edə bilər. Ümumiyyətlə, mədə bağırsağı xəstə olan adamlar tərəvəz meyvəyə biri o qədər də meyilli olmurlar. Niyə? Yiyəndən sonra diskomfort olur. Pozulmasa da ən azından köp, gürültü falan belə tipli bir şeylər olur. Səbəbi bayaq dediyimdir, nasaz olduğuna görə emal olunmamışı liflərə ayırıb parçalayıb yerbəyər eləyə bilmir.
Aydındırmı? Məsələn, adi ətin lifləri var. Nə qədər çox qaynadı, biri o qədər ayrılır liflər. Fikir verirsiniz, körpəyə təzə ət yeməyə başlayanda nə edirik biz? Liflərin ayrılıb veririk körpəyə, düzdürmü? Ki, həzm edə bilirsin. O bütöv ona eləyə bilməyiz. Qidanın bitki lifi də eyni vəziyyətdədir. Yəni, kobudun xəstə mədə bağırsaq yer verir, eləyə bilmir. Tam orada xovların arasına sələ bilmir. Aydındırmı? Onun emalına gücü çatmır. O baxımdan multifiber idealdır. Yəni, emal olunmuş vəziyyəti tamam fərqlidir. İstənilən adama, ishallı adama, zəhərlənmiş adama rahat təyin eləmək olar. Tövsiyə vermək olar, adam ya üyüdəcək, əzəcək, ya soğuracaq üstündən, nə bilim, kivi yiyəcək və yaxud da biraz, məsələn, maye qəbul edəcək, o bağırsaqda gedib ölüşünü görəcək. Fərqi tuta bildinizmi? Növbəti məsələ, multifiber bağırsaqda təmizləmə işini necə görür? Nə formada təmizləyir? Xitazanla eynidir. Xitazanın içindəki xitinlə eynidir. Eyni mexanizm olaraq iş görür. Yəni, şişir, liflər, bəli, şişir, xovların arasında oturuşa yavaş-yavaş orada təmizlik işləri gedir. Xovların bütün arasını təmizləyir. O, belə deyim, mədə bağırsağın şirəsini götürən kimi şişir. Yəni, həcmi böyüyür, yavaş-yavaş təmizlik işləri gedir xovun arasında. Təbii ki, orada illərin kirlənməsi varsa, orada nə bilim, bir qutu multifiber nə iş görər ki? Məsələn, adamın qaraciyər piylənməsi varsa, piylənmə nədir? Piylənmə toksinlər bədəndə ilişib qalır, qaraciyər çıxara bilmir, məcburi piylə əhatə edir, keçən mövzularda biz bunları danışmışıq. Və həmən adamın qaraciyərin piy basıbsa, bağırsaq dünəndən ucuşlardır. Çünki birinci ora körlanır, sonra yuxarı gedir. O adama bir qutu neyniyər? Heç. O adama gərək bir müddət verəsən, bir 3-5 ay ki, xovlar, dağılmış xovlar belə yavaş-yavaş bərpa olsun. Çünki xovlar da dağılır. Dəmirdən deyil ki, xovlar ki var, o xalça var, xovlu xalça. Üstünə palçıqlı ayaqqabı ilə o yana getsən, bu yana, bəzi idarələrdə olur, görürük, xovlu xalçadır. Üstündə palçıqla gəzilib o yana, bu yana, xovların olur ki orada, yapışır. Yapışıb qaldı orada, dağıldı. Eyni iş bağırsaqda da gedir. Bu annemin təlimində şəkillərini çəkmişdilər. Kamera ilə girib bağırsaq şəkilləri var idi içəridən. Nədəhdə idi o bağırsaqlar. Məlum məsələdir ki, onun bərpasına vaxt gedər, aylar gedər ki, o multifiberi qəbul edir, plus tikinti materialı bu tərəfdən kalsium tərkibli bizim preparatlardan verilməlidir ki, onun tərkibindəkilərin hesabına bərpa geçsin, xov tikilsin. Ondan sonra, xov bərpa olandan sonra adam özü də hiss edir. Bağırsağın həzmi ilə, durumu ilə, hətta davranışları ilə, çünki psixika ilə birbaşa əlaqəlidir. Sinir sistemi ilə birbaşa əlaqəlidir. Bayaq dedikdə B qrup vitaminləri istehsal olunur bağırsağın içində. Və sağlam bağırsaqda yetərincə istehsal olunur. Xəstə bağırsaqda har olacaq. Fikir vermişsiniz, texnika ilə çox məşğul olan uşaq, nə gəldi, yiyən uşağın əsəbi yerindədir. Söz demək olmur, partlayır o uşaq əsəbindən. Özündən asılı deyil ki, xarakterli bir iş yoxdur orada. Sırf bağırsağın tərkibində olan o qida lifləri azalır, mikroblar azalır, istehsalat düşür, vitaminlər azalır, uşağın beyni lazım olan qədər vitamin götürə bilmir deyə, bəli, hansısa bir hadisəyə uyğun, adekvat reaksiya, fikir göstərə bilmir, partlayır, bezir, münasibət göstərə bilmir. Eyni vəziyyətdə, belə deyək də, yüklənmiş adamlar da olur. Məsələn, ofis işçiləri, kompüter, texnika ilə məşğul olurlar, ayaqüstü atışdırırlar. Orada hamısında bağırsaqda problem olacaq. Bəli, fast food yeməklərin ümumiyyətlə tərkibində gluten çox olur. O çörək arası qoyurlar, ağ bulkilər. Onun gluteni gedir, xovları tutur. Xovların arasını tutdu, harada bu bakteriyalar inkişaf edəcək. Həmən adam ümumiyyətlə hər bir şeyinə qədər dəyişilir. İmmunitetdən tutmuş, sinir sistemi, həzm sistemi, bir dənə bağırsaq görün nə qədər şeylə əlaqəlidir. Və vacib element kimi qida lifləri bizim həyatımızın ayrılmaz bir hissəsidir. Düzdür, biz şəhərləşəndən sonra müəyyən belə deyək, o mühitdən uzaqlaşmışıq.
başqa bir mühitlə özümüzü əhatə eləmişik və bugünkü müasir insan kəskin qida lifi çatışmazlığı əziyyəti çəkir. Kəskin formalı. O baxımdan TNS-in istehsal elədiyi multifiber bioloji aktiv qida əlavəsi əvəz olunmazdır. 2 qat emal olunur. İstənilən adama rahat vermək olur. Bununla bağırsaqla bağlı demək olar ki, yekunladır. Əlavə işləri də var. Xəstənin sorulması Xolesterin sorulması, dəri problemləri, bir hamısını araşdıraq. Bəli, bir hamısını araşdıraq. Başlayaq cinsi məsələlərdən. Bağırsaq cinsiyyət sistemi ilə eyni qan təchizatındadır. Yəni, qan sistemi yaxındır. Bu baxımdan birbaşa əlaqəlidir. Sinir təchizatı da yaxındır. Hormon deyilən maddələr var da, eşilərsiniz. Hormonlar çoxdur. Eləcə də məsələn, zobdan ifrazatında hormon var, mədə-altı vəzinin ifrazatında hormon var. Bəli, endokrin daxili vəzilər sistemi. Eləcə də cinsi hormonlar. Bütün hormonların əvvəl maddəsi adlanır prohormon. Yəni, hormondan daha əvvəlki maddədir. Prohormonların hamısı burada əmələ gəlir. Prohormonların əmələ gəlmə məkanı bağırsaqdır. Bilmiyoruz. Ümumiyyətlə, ginekoloji və yaxud da androloji problemi olanların 99%'nin bağırsaqda problemi çıxır. Xanım da tutaq ki, zobu var, bağırsaqda problem axtarır. Prolaktin yuxarı deyə, bağırsaqda problem axtarır. Çünki bu adamın prohormonları burada əmələ gəlir. Və onun hormon problemi varsa, hansı hormonu azdısa və yaxud da onun dizbalansında hansı hormon yuxarıdırsa, problem buradan yanır, buradan qayranmalı. Prohormonun həm xam mal az ola bilər, həm də prohormonun istehsalat mühitində problem ola bilər. Ona görə də prostat adının olması, nə bilim, fibroma xanımlarda, bunların həllində multifiberin rolu əvəz olunmazdır. Orada məsələn immunitetlə bağlı iş görülməlidir, şiş əleyhinə immun sistem bərpa olunmalıdır. Başa düşdüm, folikandır, kardiset getsə də multifiber getməyi vacibdir. Mütləq vacibdir. Sonsuzluq problemlərində biz kənardan veririk ha. Biz kənardan maddə veririk ha. Bizim maddələrimiz pasiv difuziya olunur. Məsələn, bizim sinkimiz pasiv difuziya olunur. Bizim kalsiyumuz pasiv difuziya olunur. Pasiv difuziya nə deməkdir? Bağırsağın, belə deyək də, aktiv iştirakı olmadan bizim kalsiyum qana keçir. Bizim sink qana keçir. Yəni, hətta can yiyəsinin D vitamini 7-də olsa, 5-də olsa, nə bilim 10 olsa, yatanda elə narahat yuxular görsə, diksinsə, yuxuda hardansa düşsə, bu o deməkdir ki, D vitamin kritik aşağıdır. Hətta o vəziyyətdə bizim kalsiyum preparatını versik, o mənimsənilir. D vitamini iştirakı olmadan mənimsənilir. Buna deyilir pasiv difuziya. Sink qəbulu, yəni aptekdən alınan sinklə bizimkində fərq olacaq. Bizimki nanotexnologiya ilə hazırlanır, iyonlaşır, bioloji fermentasiya olunur. Bu da o deməkdir ki, bu bağırsağın divarından qana keçməyi passivdir, rahat keçir, əziyyətsiz. Amma bizim qidamız var axı. Yəni qidanın da tərkibində sink var. Bugünkü insan 20 mg sink qəbul eləməlidir. Məsələn, sinkdən danışırıq. Onun 7-8 mg-ın qida ilə götürülmək olur. Amma adamın bağırsağında disbakterioz olarsa, qida lifi olmazsa, o qidadakı sinki götürə bilməyəcək. Orada aktiv difuziya lazımdır. Yəni, qidanın tərkibindəki sink o molekul formasındadır, iyon formasında deyil. Aydındır.
o fermentasiya olunmayıb, onun fermentasiyasını bağırsaq eləməlidir. Və nasaz bağırsaq o qidadakı 7-8 mg sinki götürə bilmir. Aydındırmı? Məsələn, biz danışdıq, 400 mg biz qida ilə kalsium ala bilirik. Amma bizim qidadakı o 400 mg kalsi bizə lazımdır 1000 mg. Biz qida ilə 400 ala bilərik. Amma o 400 bizdə molekul formasındadır. Molekulu parçalamağa, yerbəyir eləməyə fermentasiya prosesi lazımdır, aktiv bədənin iştirakı lazımdır. O aktiv prosesi xəstə bağırsaq eləyə bilməyəcək. Yəni, qidada olan belə, o ağartını yiyib belə, o kalsiumu götürmək olmayacaq orada. O xaşı yiyəndən sonra adamın başı gizlənəcək, özünü yaxşı hiss eləməyəcək. Ürəyi qarışacaq, halı korlanacaq. Çünki o xaşın tərkibini fermentasiya eləməyə bağırsağın gücü çatmayacaq. Aydındırmı? Və həmən bağırsaq fermentasiya işinə hazır deyil. O baxımdan multifiberlə bağırsağı saz vəziyyətə gətirmək lazımdır. Ondan sonra o xaşı yemək olar. Aydındırmı? Ondan sonra o ağartı məhsullarını yemək olar. Ondan sonra o qidadakı sinki götürə bilər adam bədəni. Ondan sonra balığı yemək olar. Aydındırmı? Yəni, burada ferment məsələsi çox önəmlidir və fermentlərin saz işləməyinə görə həm profermentlər lazımdır, prohormonlardakı kimi, xam mal lazımdır, həm də bağırsaq mühiti ideal olmalıdır ki, qidanın tərkibini biz götürə bilək. Bu məsələ aydın oldu. Növbəti nə idi orada? Qərib qalır. Xolesterin. Xolesterin mübadiləsində bağırsağın birbaşa əlaqəsi var. Birbaşa. Yağlar, birinci, trans yağlar, onlar bağırsaqdan oyun çıxardırlar. Bağırsağın başını oynatırlar. Trans yağlar da bizim bugünkü qidamızın məcburi vacib hissəsinə çevrilir. Yəni, palma yağlarıdır, spired yağlarıdır və s. Onlar əksər hallarda belə sintetik hazırlandığına görə bizə lazım deyil. Amma bugünkü qidamızda var. Biz bundan qaça bilmirik. Məsələn, kollektivdir, tutaq ki, 30 nəfərlik kollektivdir, bir nəfərin alt günüdür. Ora məcburi şəkildə, belə deyək də, bir 3 kilo yarımlıq, 4 kiloluk tort gələcək. Düzdürmü? Və o 3 kilo yarımlıq torta biz 40 manat, 50 manat pul vermişiksə, onun tərkibinin yağı nə olacaq? Margarin. Məlum məsələdir ki, gülürsünüz. Qaymaq. Biz qaça bilmərik bundan. Harasa toya gedirik, axırda gətirirlər. Hətta o yeməklər, məsələn, yeməyə nə verilir ki? Başa düşürsünüz nə demək? Yeməyə əgər keyfiyyətli yağ verirsə, stolun qiyməti qalxacaq. Tortun qiyməti qalxacaq. Və o baxımdan bu bizim həyatımıza oturur. Amma fəsad yaradır. Birinci, birbaşa fəsad yaradır bağırsağa elə. Birbaşa. İkincisi, qana keçən hissəsi qaraciğərin başını oynatır. Üçüncüsü, damara keçən, qana keçən hissəsi bizim sümükdən yuyulan kalsiumla birləşir, damarın divarına preslənir. Kirəc kimi. Kalsiumla birləşir, oraya oturur. Və sonra oradan onu çıxartmağa, atverka kəlqatına lazım olar. Xolikan, yazıq xolikan orada neynir? Yəni, bu bizim həyata oturub və bunlar bizim bədənə girdikcə digər yağlara yer qalmır orada və digər yağı insan qəbul edəmir. O baxımdan xolesterin problemi biz yaşayırıq. Xolesterin lazım olmayan yerlərə gedir, lazım olan yerlərə gedə bilmir. Lazım olan yerləri haradır? Ödün tərkibi, öd xolesterindən ibarət. Lazım olan yeri qanın əmələ gəlməsi, qanın əmələ gəlməsində xolesterin, beyin çalışmasında xolesterin, cinsi vəzlərin, hormonların tərkibi xolesterindir. Bu lazımı yerə getmək üçün mineral lazımdır. Mineral yetərincə olmalı. Mineral çatışmazlığına görə xolesterin sinklə birləşə bilmir, məsələn də testosteron əmələ gətirsin orada. O baxımdan da problem yaranır. Xolesterin qanda boş qalmağa başlayır. Sinkin də bayaq dediyim kimi mənim sənin məsələ fermentasiya olunmasına birbaşa bağırsağın əlaqəsi var. Aydındır.
Yəni biz multifiberi belə bağırsaq işi normallaşa, sink fermentasiya olur, birləşir məsələn xolesterinlə. Kalsi fermentasiya olunur, birləşə bilir xolesterinlə. Xolesterin mübadiləsi düz istiqamətə yönəlməyə başlayır. Aydındır. Başqa nə məsələ? Dəri problemi. Qida qəbulundan sonra şəkərin qana sorulmasına əngəlli hissə olur. Bəli, artıq şəkəri, artıq qəbul olunan deyərdim, hər bir zərərli bir şeyi, həm fitazan, həm multifiber qana keçməsini əngəlləyir. İçki belə gedən, məclisə gedənlər, məsələn, içki içəcəksə, 4-5 dənə fitazan, 4-5 dənə sellozan qəbul edib gedə bilərlər. Lazımsız bir şeyi bloklayır orada. Qana keçməyini əngəlləyir. Deyəsən, bu təzə xəbər olur. Konkret orada, məsələn, fitazan, bir də selloza, hər ikisi eyni iş görür. Zəhərlənmə problemlərində mükəmməl effekt verir. Zəhərlənmə problemində artıq 10 kiloya bir tabletdən də artıq gərək qəbul olunur. Hardasa 10 kiloya deyərdim 2 tablet. Əzib su ilə qarışdırıb içmək lazımdır ki, dərhal absorbentli soğurucu maddədir. Qana keçməyin qarşısını alır. Olub bizdə insan bilməyib, qalmış plovu yiyib, zəhərlənmişdir. Halsız vəziyyətdə zəng ki, neyniyəm, uzaqda yaşayanıyım. Əlibin altında nə var? Fitazan, ya selloza, dedi selloza. Dedim, dərhal 10 danasını əz, su ilə qarışdır, iç. 1 saatdan sonra zəng vurdu ki, bu nə idi? Gözümə işıq gəldi. Yəni, adam deyirdi ki, xəstəxananın tez təsir edir. Böyük dozada absorbent, o artıq zəhərlərin qana keçməyinin qabağını alır. Dəri ilə əlaqəsi. Dəri ilə əlaqəsi var. Nədir dəri ilə əlaqəsi? Necə düzəldir? Hansı mexanizmlə düzəldir? Sırf bəzi dəri xəstəlikləri var ki, bağırsaqla bağlıdır. Ekzema və s. Dəri bağırsağın cüzcüsü. Bağırsaq bizim daxili mühitdir, xarici mühitdir. Bağırsaq dəri kimi bizim xarici mühit sayılır. Bağırsaq var, o bağırsaq. O bağırsağın içi bizim bu daxili mühitdir. Bağırsağın içi xarici sayılır. O xarici mühit sayılır. Yəni dəri ilə eyni bir şeydir. Sadəcə funksiyası başqadır. Aydındırmı? Xarici mühitdir. Daxili mühit qanın içidir. Ümumiyyətlə də qaraciyərdir, böyrəkdir orada. Onlar daxili mühitdir, o xarici mühitdir. Birbaşa dərinin elə bir şey, içəriyə gedən davamıdır. Sadəcə fərq bir Zərgəzli xaric olur. Bəli. Konkret olaraq o daxili yox, xarici mühit sayılır. Və o baxımdan onun sağlamlığı birbaşa dəri ilə də əlaqəlidir. Birbaşa. Həm vitamin, mineral sintezi baxımından, dəriyə lazım olan maddələr də bağırsaqdan sorulurlar. Onunla əlaqəlidir. Həm də ki, ümumiyyətlə dərinin davamı olaraq sadəcə daha böyük funksiya daşıyır. Aydındırmı? Mən niyə deyirəm, bəs mədə xəstə olan olmaz? Sellozanı kəskin hallarda vallahi mən istifadə eləmişəm, özümdə bir problem yaratmıyor. Adam var, həssasdır, ola bilər. Məsələn, həssas, tutaq ki də yaradır bizim əlimiz, tutaq ki. Biz onu dezinfeksiya nə ilə eləyə bilirik? Spirtlə. Spirt mikrobu öldürür, düzdür, amma göynədir. Yəni, xeyirlidir, amma göynədir. Mədədə də adam var, turşuluq yuxarıdır. O adamlarda mədə zaten həssasdır. Sinir həssaslı adamda ona olmaz demərəm. Təhlükəsi var, söhbəti yox. Sadəcə insanın duyğusallığına görə tövsiyə olunur. Belə olmaz söhbəti yoxdur. Həm də deyirik, xitinlə eyni işi görürsən. Eyni işi görürlər. Xitinlə eyni işi görür, deyərdim artıqlaması ilə. Xitinin heç onun gördüyü işə çatmaz. Multifiber bəli, xitindən üstün iş görür. Yəni bu açıq deyim, fitazanı vaxtaşırı qəbul eləmək, hardasa ona razılaşardım. Multifiber gündəlik menüdə olmalıdır. Gündəlik. Bağırsağı ümumiyyətlə, yəni problemsiz adam mən görməmişəm. Adam əsəbləri yerində deyilsə bağırsağa getmək lazımdır. Oradan başlamaq lazımdır. Bəzilər düz işləmirsə oradan başlamaq lazımdır. Yaddaş problemi varsa oradan başlamaq lazımdır.
Hər bir şeyin səbəbi oradadır. İmmunitet problemi, hələ onu vurğulamadım. İmmunitetlə bağlı vitamin, mineral sintezindən əlavə iş görür. Bəli, vitamin, mineral sintezi tutaq ki, selenin mənimsənilməsi, fermentasiyası, yeməkdəki selendən danışıram. O, bağırsağın sağlamlığı ilə əlaqəlidir. Bəli, razıyam o. Bağırsaq sağlam oldu, selen fermentasiya olub keçəcək, limfositlər o seleni götürəcək, aktivləşəcək, bununla razıyam. Əlavə olaraq immunitetlə bağlı iş görür selüloza. Əlavə. Necə? Necə iş görür? İmmunitetlə, immun sistemi dirçəldir, nəyin hesabına? Mikrobları öldürür, ora vitaminləri verir. Mikrobları... Faydalı bakteriyalar sayılmakta. Faydalı bakteriyalar hesabına. Faydalı bakteriyalar dediğimiz kimi mineral vitamin. Belə bir vitamin istehsalında razıyam. Mineral mənimsənilməsində necə artırır? Sayı yox, sayılığın. Tərkibinə görə də qarşıdağılır. Doyma hissi də, doyma hissi də verir də mən bilim. Bakla doyma ölçülür. Demək, bu bağırsağı götürək. Bu bağırsaq. Bağırsağın kənarında ən böyük limfa sistemidir. Limfositler. Bizim bütün bağırsaq boyunca, bağırsağın ətrafında limfa düyünləri topa inandılar. Ən çox limfositlər oradadır, limfa düyünlərindədir. Orada həzmdən sonra yeməyin emalı gedir. Oradan emal olunmuş qidalar, maddələr qaraciyərə tərəf axır. Rusca bilirəm, Peyer aliminin adı inandı bunlar. Ən böyük limfa sistemi buradadır. Və yeməyin tərkibində nə qədər çox zəhər olarsa, lazımsız maddələr olarsa, burada müdafiə hüceyrələri onlarla məşğul olarlar. Onların, belə deyək də, ayıq-sayıqlığı zəifləyər. Nə qədər çox zəhər yaranarsa, insan qidalanarsa, tutaq ki, pollar kirlənərsə, bağırsaq boyunca limfa sistemini məşğul eləyər və sayıqlığını azaldar. Digər yerdə haradasa mikrob daxil olanda o limfa sisteminin sayıqlığı qalmaz. Həmən mikrobun mühafizəsinə. Aydındırmı? Bağırsağın sağlamlığını multifayber təmin eləməyinə qidanın emalını yaxşılaşdırmaqla limfanın yükünü azaldır. Limfa sisteminin yükü azalanda limfositlərin ayıq-sayıqlığı artır. Birbaşa əlaqəlidir. Aydındırmı? Ən böyük limfa sistemi bağırsaq ətrafıdır. Və bağırsağın sağlamlığı birmənalı o limfa sisteminə təsir edir. Yükü azaldaraq zəhər yükünü. Bayaq dedik də, Kazım bəy qeyd edər ki, zəhərləri qana keçməyə qoymur. Düzdürmü? Bəli. Zəhərləri qana keçməyə qoymursa, demək bunun zəhər yükü azalır. Düzdürmü? Limfositlərin, limfa düyünlərinin zəhər yükü azalanda sayıqlıqları artır. Aydın, biri var yüklənmiş işçi, bir də var yüklənməmiş işçi. Hansı daha faydalı olar? Əlbəttə ki, yüklənməmiş işçinin ayıq-sayıqlığı çox olacaq. Aydındırmı? Birbaşa limfa sisteminə elə bil ki, yükünü azaltma effekti verir. İndi sual verirəm, multifiberi menyuda gündəlik lazımdır, yoxsa ildə 2 dəfə lazımdır? Mən bir kəmini soruşum, onu yeməkdən sonra... Demək, baxır siz ondan hansı işi görmək istəyirsiniz? Profilaktik məqsədlə ən yaxşı qəbul vaxtı öt kisəsinin vaxtıdır. Axşam 23:00, 22:00 dolar. Hamısı 23-1 olur. Bir neçəsi eyni vaxtda. Bəli, 5 tanəsini eyni vaxtı çeynəyib yatmaq olar. 22-23:00. Bu profilaktik məqsədlə. Çünki birbaşa başlayacaq ödün, yeri gəlmişən ödün təmizlənməsində də rolu var. Öd daşlarının əridilmə proqramında da rolu var. Bayaq
qeyd elədiniz, doktor qeyd elədi. Xolesterin mübadilə məsələsi. Xolesterin mübadiləsinin nizama salmaqla öd daşlarının yavaş-yavaş əritməyində multifayberin önəmli rolu var. Düzdür, öd daşları elə belə xolesterindən əmələ gəlmir. Kalsiumla xolesterin orada birləşir, oturur. Kalsium dozasını, gündəlik doza 1000 mg-ı nəzərə almaqla multifiberi gecə 11:11-ə, 23:00-a öd kisəsinin vaxtını verməklə yavaş-yavaş öd daşını əritmək olur. Təbii ki, orada tələsməklə iş getməz. Tədricən əriyəcək, kanala da düşmür. Kanala düşmə ehtimalı da olmur, onun qorxusu da olmur. Normal dozada kalsium verəndə, kalsium mübadiləsi də yerdə olur, multifiber ilə bir də əritmə gedir. İndi orada iltihab varsa, onun yanına kardiseps verilməlidir. Adam az hərəkət edirsə, oturaqdırsa, orada xolikan verilməlidir. Onlarla da işim yoxdur, onlara görə özünüz siz analizini aparmalısınız. Aydındır. Profilaktiki budur. Bir də var ki, məsələn, adam konkret şilaqlanır. Şilaqlanma proqramında bir dənə 23:00 effekt verməz. Məncə, səhər mədənin vaxtını da verməz. Səhər, axşam getməlidir. Əgər adamın nazik bağırsağında da problemlər varsa, bəli, orada 13-15 arası da getməlidir. Yəni, 9-7 arası, 13-15 arası, 23:00-da da getməlidir. Bu artıq, siz orada iş görmək istəyirsiniz. Artıq orada profilaktikadan söhbət getmirsə. Deyim ki, TNC-lərdən kənara çıxdı, onsuz da profilaktikadan söhbət getməyəcək. Yəni, təzə gələn namizəddirsə, istifadə eləməyə başlayır, orada hansı profilaktikadan söhbət gedir? Orada artıq Və hər dəfədə çəkini nəzərə almaq lazımdır. Çəkini nəzərə almaq lazımdır, bir də şilaqlanmanı nəzərə almaq lazımdır. Adam evində ana-bala yağı işlədirsə, 1 litri 5 manatlıq quru yağ işlədirsə, məlum məsələdə, tutaq ki, zavod çörəyi ilə qidalanırsa, broiler toyuru yiyirsə, onun bağırsağında büsbütün iş görmək lazımdır. Və orada çəki də nəzərə alınmalıdır, onun toksinləri də nəzərə alınmalıdır. Və bölünməlidir. Tutaq ki, 80 kiloluq adam, 90 kiloluq adamdırsa, 9 tabletə getməlidir, düzdürmü? Görürük, 3 bəli gün ərzində. 7:00-a 3 tablet. 14:00-a ya 13:00-a 3 tablet, 23:00-a 3 tablet. Başqa yolu yoxdur. Başqa yolu qalmır. Və yaxşı olar ki, məsələn, onu əzib hətta məsələn və yaxud da soğuru yiyib üstündən qabıqlı kivi yiysin. Ki, onun tərkibindəki və yaxud da qabıqlı alma amma yerli alma olsun da. Onun üstündəki, meyvənin üstündəki o bakteriyalar birbaşa gedir, o lifin üstünə qonsunlar, effekt tezləşir onlar. Lipid çay ümumiyyətlə bizim mütləq vacib menümüzdür. Gündəlik silinlikdir və yaxud da lipiddir. Alternativi bazarda yoxdur mənim. Yəni, dünya reytingində bizim çaylar 10-11-ci yerdədir. Yəni, böyük bir reytingim. Əlbəttə olar, əlbəttə. Yəni, çayla əritmək olar və yaxud da üstündən çay içmək olar. Ümumiyyətlə, bizim çayı siz soruşmayın, sorunsuzdur. Bizim çay menünün vacib hissəsidir. Yəni, qəbul qaydaları belə. Detoks proqramında artıq orada proqram var sizdə, detoks göndərmişəm də. Detoks proqramında artıq orada fruktazan və yaxud da selluloza artıq özü hesablanır. Orada da gün ərzində 3 dəfə deyə 4 dəfə də belə hesablanır. Orada ya fruktazanla getmək lazımdır, ya multifiberlə. Multifiberlə fruktazan seçimində orada fərqləri bilməlisiniz. Xanım dediyi, məsələn, qəbizlik məsələsində. Qəbizlik məsələsində multifiber effekt verir. Amma adam maye içməyəndirsə, orada məcbur biz fruktazan getməliyik. Fruktazanla multifiberin böyük bir fərqi yoxdur. Fruktazan onun maye halına gəlmiş formasıdır. Yəni, bizim sellozanın maye variantıdır. Bəli, siropun tərkibində də fruktoza var. Fruktoza ilə glukozanın fərqini bilirsiniz yəqin ki. Yəni, 1000 qoşaq ola bilər. Meyvələrdən alınır da yəni. Qeyd edin, gələn də bu fərqi danışarıq. Yəni, orada siz baxırsınız ki, adamın yaşam tərzinə,
Məsələn, 80 yaşda, 85 yaşda bizdə bir müştəri olub, qəbizlik 10 günlərləndir. Xüsusi dərman falan qəbul eləməsə və yaxud da eymaladan istifadə eləməsə, adam bağırsaq təmizlənmir. Bəli, daşdaşma gedir orada bağırsaqda. Biz ona məcburi şəkildə əvvəl belə deyək də bir dənəmə elədik. 3 paket fosfordu, fruktazan. Effekt vermədi. 6 paketi birdən verdik səhər. Orada uca axşam vermək olmur. Çünki fruktazan peristaltikanı artırır, bağırsağın işini sürür. Orada fruktoza da var onun tərkibində. Fruktoza yüngül qıcıqlandırıcı effekt verir ki, təmizlənmə geçir. Onu gecə vermək olmur. Səhər ac qarnına 6 paketi suda antilipid çayla qarışdırıb verdi ki, bağırsaq təmizlənir. Bir müddət gərək belə eləyəsən ki, bağırsaq xovları da bərpa olsun. Uzun müddətli qəbizlik nəticəsində bağırsaq uzanması da ola bilir. O, qısa müddətli həlli yoxdur ya. Məsələn, Kron xəstəliyi var, bağırsaq uzanması. Bağırsaq tənbəlləşir, sinirlərində problem yaranır, qəbizliyi nəticəsində bağırsaq xaric ola bilmir, təmizlənənmir, bağırsağın özündə uzanma gedir. Necə şarın içinə havanın çox üfürəndə şarın divarları nə günə qalır? Şar, bəli, vəziyyət, belə deyək də, zavod vəziyyətindən korlanır və qaytarmaq da çətin olmur demək olar ki. Bağırsaq da o hala düşür. Orada artıq bərpa kursu uzun müddət getməlidir. Orada artıq aylardan söhbət gedməz, onu geri qaytarmağa, ağır qəbizliklərdən danışıram. Orada multifiber, xitazan, fruktazan, onların hamısı menuda getməlidir, yanaşı da xam mal getməlidir. Yəni, yeməyin içindəki kalsiumla, sinklə, selenlə o bərpa getməz. O adam olmalı, sinirlərin oyatmaq lazımdır ki, sinir siqnal versin, bağırsaq əzələsi yığılsın. O proseslərə uzun vaxt lazımdır. Bəzən olur, görürsən, onurğada problem olur. Onurğa belə siniri sıxır, bağırsaq idarə etməsi korlanır. Bir də görürsən, şəkər nəticəsində sinirlər zədələnirlər, sinir intoksikasiya olur və sinir normal işləmir. O adamlarda artıq o həmən səbəb var, o səbəbə də gərək təsir edəsən. Bu, fərdi olaraq təhlil olunması məsələlərdir, amma ümumən danışdım. Fruktazan, selluloza gündəlik menü olmalıdır. Uşaqlara daha yaxşı fruktazanı vermək olur, suda qarışdırdığını vermək. Ən yaxşısı olur. Uşaqlara vacibdir. Deyim ki, uşaqları bu menüdən uzaq saxlamayın. Çünki uşaq nə gəldi yeməyə meyillidirlər. Belə deyək də, uşaqlar dad həvəskarlarıdır. Uşaqlıqda hamımız belə olmuş. Qınamaq da olmur. Uşaqdır, dadmaq istəyir, hər bir şeyi yemək istəyir. Məlum məsələdir ki, onun da bağırsağı daha zərifdir, qolları daha incədir, daha tez kirlənə bilir, daha tez dağıla bilir. Və görürsən ki, uşaq yatır, məsələn, ağzı açıq qalır, pis iyi gəlir. Səhər gəlir, adamı qucaqlayır, görürsən, pis iyi gəlir. O, birbaşa bağırsaq xolunun kirlənməsinin əlamətidir. Trap kirli olanda, yaş olanda qoxu vermir. Səhərə qədər quru qalır o. Səhər yaxınlaşmaq olmur onun iyindən. Xov da belədir. Səhərə qədər adam maye içmir, yatır və bəli, səhər qoxu gəlirsə xovu kirlənib. Orada fruktazan və yaxud da multifiber vacib verilməlidir. Verəndən sonra 20 gündən sonra görürsən ki, nəfəs yavaş-yavaş təravətlənir, özünə gəlir. Böyük adamda da eyni vəziyyət. Təbii ki, orada təhlil olunmalıdır. Xarab diş varsa ondan da qoxu gələ bilər. Amma əksər hallarda əksər uşaqlarda amma qida ilə bağlıdır. Bağçaya gedir, görür, məktəbə gedir, görür, meyili çəkir, görürsən, bir-biri ilə bölüşürlər, paylaşırlar, bağırsaq tab gətirmir o. Tab gətirmədiyinə görə də o kirlənmə, anormal mikroblar elənsinə qoxu verir. Bizə lazım olan mikroblar o qoxunu vermirlər. Təzə doğulmuş uşaq var, təzə doğulan uşaqda bura zalot. Elə bil ki, oradadırlar da o mikroblar. Təzə doğulmuş uşağın fikir verirsə, ağız qoxusu necə olur, gül kimi. Bizə lazım olan mikrobların iyi, pis deyil, gözəl iyi var, təravətli olur. Amma ora ki, lazımsız mikroblar girir, balans pozulur, o qoxu gəlməyə başlayır. Ona görə multifiber vacib. Yekunluyaq.